16-cı suala baxırıq. Choose the correct variant. Doğru variantı seçin. Birinci punktda a piece of advice demək advice sayılmayan isimdir. Sayıla bilməyən isimin, yəni miqdarını göstərmək üçün hissə bildirən sözlərdən istifadə olunur. Piece burada sayılır və təkdədir. Ona görə də qarşısında article işlədilməsi doğrudur. Yəni birinci punkt doğrudur. İkinci, a slices of lemon. Slices cəmdədir. Cəm isimlərin qarşısında article işlədilə bilməz. An article'lar işlədilə bilməz. Ona görə 2 yanlışdır. 3-də to information. Information sayılmayan isimdir. Sayıla bilməyən isimlərin qarşısında miqdar sayıları işlədilə bilməz. Yəni to burada miqdar sayıdır. Ona görə də 3-də səhvdir. 4-də some pieces of furniture. Pieces burada cəmdir. Cəm isimlərin qarşısında və sayıla bilməyən təkdə olan isimlərin qarşısında some işlədilməsi doğrudur. Yəni burada some'dan sonra sayıla bilən isimlərin cəm forması işlədilmişdir və demək 4 doğrudur. 5-də some drop of water. Drop sayılır, yəni some'dan sonra sayıla bilən isim cəmdə olmalıdır. Burada təkdə olmuşdur. Ona görə də 5 də səhvdir. Some özündən sonra ya sayılmayan isim tələb edir, ya da sayıla bilən isimlərin cəm formasını tələb edir. Demək, doğru punktlar 1 və 4-dür. D variantı düzdür. 17-ci sualda choose a line of nouns in the singular. Tək isimlər cərgəsini seçin. Paper, cotton, advice. Burada elə doğru variant A variantıdır. Demək, hər biri sayılmır, sayıla bilməyən isimdir. Məsələn, B variantında pen friends cəmdədir, səhvdir. Sonra C variantında sportsman cəmdədir, səhvdir. D variantında palace toplu isimdir, yəni cəmdir, səhvdir. E variantında scales cəmdədir, şipin isə təki və cəmi eyni formada olur. Yəni E variantı da səhvdir. Burada doğru variant A variantıdır.